Azərbaycandır. Yəni biz seçkilər qabağı da həmişə kimi elan elədik ki, Səhənd bəy sağ olun. Elan elədik ki, seçkilərdə qatılmayacaq. Məgər Qərbi Azərbaycanda ümumiyyətlə, yəni o torpaqlarımızda ki, Azərbaycanın o bölgələrində ki, şəhərlərimizi kürdləşdirmək istəyirlər, kürdlərin xeyrinə müsadirə etmək istəyirlər, kürd nümayəndələri demək, göndərməklə buranı Kürdistan göstərmək istəyirlər. Ona görə Qərbi Azərbaycanda həmişəki kimi tutumumuz buyurur ki, məclis seçkilərində və ya şəhər şura seçkilərində demək, aktiv iştirak edib və Fars və Kürdün uyguladığı siyasəti xunsa eləmək üçün, çünki bu seçkilər və ya hər hansı bir seçkiyə qatılmaqla İran hakimiyyətindən hansı bir hüquq əldə etmək mümkün olmadığı üçün və bu rejimi, ya İran dövlətini ümumiyyətlə, nə təkcə bu rejimi, İran dövlətini rəsmiyyətə tanımadığımız üçün, təbii ki, ondan bir tələbimiz də yoxdur. Biz onu vurub və toprağımızdan çıxarmaq istəyirik, qovub toprağımızdan çıxarmaq istəyirik, işğala son qoymaq istəyirik. Ancaq bu fürsətdə bəzi qüvvələr, o cümlədən Əraq, Kürd, demək, Əraqda olan o bölgesel Kürd dövləti sərmayə yatıraraq Azərbaycan ərazisində o böyük Kürdistan iddiasını gerçəkləşdirmək üçün demək, fəaliyyət göstərməkdədirlər. Və bunu hər sahədə, məsələ, Kürdistan Demokrat Partisi seçkiləri qadağan edir, təhrim edir. Kermanşahda, Sənəndəşdə, Saqqızda filan da. Ancaq adamların səfərbər edir, gedin Urmiyədə rəy verin, gedin Sulduzda rəy verin, gedin Azərbaycanda, Qərbi Azərbaycanda, Salmasda, Xoyda, Maçıda, bunlarda gedin rəy verin, bir Kürd nümayəndəsi göndərin məclisə ki, demək, oradan Kürd nümayəndəsi seçildiyində, yəni Kürdlər əksəriyyətdə, çoxunluqda olduğunu iddia edə bilərik və buranı dünyaya qəbullandırarıq ki, bura Kürdistandır. Necə ki, bütün nəşriyyələrində, xəbərlərində, televizyonlarında, hətta o qondarma xəritələrində belə bizim şəhərlərimizi Təbrizə qədər Kürdistan elan ediblər. Baxmayaraq ki, bir seri Azərbaycanlılar da o xəritələrin altında bu kütlərlə əməkdaşlıq etməkdədirlər. Ancaq bu seçkilərdə bir seri demək, soydaşlarımız aldandılar. Yəni, Kürdistan Demokrat Partisinin və ya Komilənin seçkiləri təhrim eləməsinə dayanaraq Qərbi Azərbaycanda da seçkilərə qatılmayacaq deyə demək, təhrimə çağırdılar, boykota çağırdılar və əlbəttə baxmayaraq ki, Qərbi Azərbaycanda genə millət iştirak elədi və bütün şəhərlərdə Türk nümayəndələri seçildi. Ancaq Sulduzda da bir seri soydaşlarımız qatılmadı seçkilərə və onların qatılmaması bir tərəfdən Kürdlərin başqa yerlərdən axınıb gəlib Sulduzda Kürd nümayəndəsinə səs vermələri başqa tərəfdən və Cümhuri İslamının bu səsləri artıraraq demək, Sulduzdan bir Kürd nümayəndə məclisə yol tapdı. Bu acıdıcı bir hadisədir. Əlbəttə ki, yenə də Sulduz da hər kimin Sulduzun da səs verəcək yəni məşrut olan, rəy verməyə məşmul olan insanlardan daha çox səs elan ediblər. Yəni Sulduzun
legitim olaraq rəy verə biləcək insanların sayısından çox rəy çıxardıblar, rəy oxurublar və beləliklə də 31 min rəy ilə bir Kürd məclisə yol tapıb. Bu, Azərbaycan təşkilatları, qrupları, şəxsiyyətlərini ciddi fikirləşməyə və məsələyə ciddi baxmağa və yenidən demək, təcdid nəzər eləməyə vadar edir. Yəni ki, Kürdistan Demokrat Partisinin vədələrinə aldanaraq, onlara uyaraq, seçkiləri təhrim eləməyə çalışanlar təbiidir ki, bu hadisədə sorumludular, sorun daşıyırlar. Yəni, hər hansı bir amil ki, səbəb oldu Qərbi Azərbaycanda ya Kürd sorunu olan bölgələrimizdə Azərbaycanlılar rəy sandığına getməsinlər, o şəxslər ya düşüncələr sorumludurlar. Onlar toprağımızın müsaade olmasına şərait yaratdılar. Onlar bizim toprağımıza göz dikənlərə meydan yaratdılar, fürsət yaratdılar ki, onlar bu fürsətdən istifadə edib bizim millətimizin sandığa getməməsi, rəy verməməsi və bu fürsətdən yararlanaraq onlar başqa şəhərlərdən gətirib demək, rəy verərək və eyni zamanda fars şövinizmi də, fars hakimiyyəti də Azərbaycandan intiqam alsın deyə ki, siz ki sandığa gəlmişsiniz, mən də Kürdü çıxadaram sandıqdan deyə demək, bu sonuca gəlib çatdırmışdır. Ona görə bu düşüncəni yayanlar, düzdür Azərbaycanın, Qərbi Azərbaycanın o birisi bölgələrində belə bir təsir buraxa bilmədi. Amma Sulduzda bildiyimizə görə iki cinaha bölünmüşdür. Bir cinah seçkilərə qatılmamağı və bəhanələri də milli kandidatın olmaması idi. Biz daha əvvəldə dedik ki, istər milli kandidat olsun, istər olmasın, istədiyimiz bugün nəzərdə tutduğunuz hər kəsi belə təyin ediləsələr, seçilsə də heç bir şey dəyişməyəcəkdir. Heç bir şey, yəni o nəhayətdə bu sistemi uygulamaq məcburiyyətindədir. Ona görə bizim siyasətimiz buydur ki, təbiidir, milli kandidat olursa, bu daha uyğundur, ona səs verməliyik. Ancaq, hətta o bölgələrdə ki, məsələ görür bir dənə milli kandidat var və bir dənə də türk, amma heç milli hissi də yoxdur, ancaq türkdür kandidat var və o türkün seçilmə şansı o milli kandidatdan çoxdursa, rəylərimizi, oylarımızı parçalamadan o çıxa biləcək, ya seçilmə şansına malik olan, seçilmə şansı yüksək olan şəxsə nə etməliyik? Səs verməliyik və buna görə ki, sırf buna görə ki, Kürd seçilməsin, Kürd məclisə getməsin. Yəni, bu seçkilərdən hədəf, o seçkilərdə Qərbi Azərbaycanda ya Kürdlərin torpaqlarımıza göz dikdikləri bölgədə iştirakımızdan sadəcə və sadəcə hədəfimiz Kürd tövtəsini xunsa eləmək üçündür. Yoxsa başqa bir məna daşımır. Başqa bir şey də gözləmirik zaten. Amma maalesef Sulduzda belə olmadı. Sulduzda iki nəzər var idi. Bir tərəfdən 9 dənə Türk kandidatı, 2 dənə Kürd kandidatı var idi, 11 nəfər. Başqa tərəfdən də türklər, millətçilər iki parçaya bölündü və bir serisi qatılmayacaq, hətta qatılanları tənqid eləməyə,
qatılanları pisləməyə, qınamağa başladılar və bir yerlərdə qatıldılar. Amma elə bu parçalanmağın, bu təhrim eləməyin, bu qatılmamağın nəticəsində meydan, fəza kütlərə hamarlandı, rahatlandı. Səhnə boş olduğu üçün gətirdilər. Cumhuri İslami nə istəyir? Rejim istəyir ki, sandıqda şuluq olsun. Gedən, geçsin, gəlsin. Demək, baxsınlar, filmin çəksinlər, götürsünlər, dünya göstərsinlər, desinlər ki, baxın, sandıqlar rəy hovuzludur, qalabalıqdır. Və ona görə də hər kəs gəldi, Kürdündür, Əraqdan gəlsin, Sənəndəşdən gəlsin, Saqqızdan gəlsin, Soğuq Bulaqdan gəlsin, hardan gəlirsə gəlsin, göz yumdular və səsləri yenə də artırılmasını elan eləyərək Sulduzdan bir Kürd seçildi. Bunun müsəbbibləri bağışlanmayacaqdır. Buna səbəb olan hər kəs, hər bəhanə ilə iyidirsə, məl olacaqdır. Yəni, duyğusallıq, sadəlik, məsələyə səthi baxmaq sonuç gətirib bura çıxardır ki, Sulduzda 2 dənə Kürd nümayəndəsi ən çox rəyləri onlar gətirirlər. Düzdür, tüylər 9 kandidi var idi. Amma rəylərdə çox fərq vardı. Yəni 31 min bir Kürd gətirib, 18 min bir Kürd gətirib, 11 min ən çox gətirən tüy kandididir. Bu təhrimlərin sonucudur. Biz daha əvvəldə bunu vurgulamışdıq ki, nə ki özümüz qatılıb, yəni o bölgələrdə o Kürd totəsini xunsa eləmək üçün torpaqlarımızı Kürdistan eləyən bölgələrdə qatılacaq. Bəlkə hətta çalışacaq ki, sandıqların başında da adamımız olsun, iştirak eləyək ki, yerli olmayanlar gəlib orada səs verə bilməsinlər. Çünki bunu biz keçənlərdə də şahid olmuşuq. Urmiyə bunlar seçkilərdən bir həftə başlamışdan otobuslarla axındırırdılar. Sulduza axındırırdılar. Salmasa axındırırdılar. Hətta Süleymaniyədən, Əraqdan gəlib orada rəy verənlər olubdur. Ona görə planımız buydu ki, sandıqları bacardıqca kontrol eləyək ki, yerli olmayanlar gəlib rəy verə bilməsinlər. Tüylərin zaten buna, bizim Azərbaycan tüylərinin buna ehtiyacı yoxdur. Çünki onsuz da çoxunluqdur. Amma Kürdlər başqa yerlərdən gətirirlər. Məsələn, hələ Ərağı qoyaq bir kənara, Saqqızdır, Sənəndəşdir, belənçi şəhərlərdən, hətta Soğuq Bulağın özündən orada təhrim edirlər. Deyirlər ki, gedin, haradasa Cumhuri İslami orada da birini elan eləyəcəkdir. Gedin Sulduzda rəy verin, gedin Urmiyədə rəy verin. Xoy, Maçı, Salmas, Urmu qatqılar yaxşı olmuşdu. Yəni, möhkəm iştirak olunmuşdu və Kürdlərin bu demək, totəsi xunsa olundu. Baxmayaraq ki, Urmuda üçüncü bir kandid, yəni Kürd olaraq seçilib. 3 kandiddən ikisi Türk, biri Kürd. O da Xameneyinin demək, ən yaxın ilişkidə olduğu üçün, hətta Molla Həsəninin təidi olduğu üçün demək, məclisə seçilibdir. Başqa yerlərdə Kürdlər hədəflərinə çata bilmədilər maalesef və yenə də maalesef, yəni bunu
bu faciəni, bu acı hadisəni həttəmən bir dərs kimi biz təhlil eləməliyik və ondan dərslər çıxartmalıyıq ki, gələcəkdə və ya hər hansı bir tutumlarda belənçi yanlışlara bir daha da yol verilməsin. Ki, mən Cümhuri İslamını təhrim eləyirəm deyə toprağımı Kürdə təqdim edeyim. Ona görə biz Güney Azərbaycan İstiqlal Partiyası olaraq açıq mövqeyimizi qoymuşduq. Açıqca yəni hər dəfəki kimi tutumlara məsələ prezident seçkilərini ümumiyyətlə təhrim edirik. Ancaq məclis və şura seçkiləri Azərbaycanın demək qərbindən əlavə, yəni qərbi bir fövqəladə vəziyyət olduğu üçün Qərbi Azərbaycandan sonra, yəni o yerlərdəki Kürd sorunu vardı. Onlardan sonra bütün Azərbaycanda da seçkiləri, hər hansı seçki olursa olsun, onları boykot eləmişik, təhrim eləmişik, qatılmamışıq və qatılmamağa da çağırmışıq. Ancaq Qərbi Azərbaycan istisnai bir vəziyyət daşıdığı üçün və orada aparılan siyasət, yəni torpaq müsalicə eləmə, demək, totəsini əngəlləmək üçün istəməsək də, sevmədiyimiz halda da sırf bu totənin qabağını almaq üçün seçkilərdə qatılmışıq, yəni bölgəsel seçkilərində qatılmağa çağırmışıq. Və bunu da Azərbaycan bağımsızlığını əldə edənə qədər demək, bu siyasəti davamlı aparmalıyıq. Kürdlərin hədəfi nədir? Kürdlərin hədəfi odur ki, məsələ Sulduzdan bir nümayəndə, Salmasdan bir, Xoydan bir, Maçıdan bir, sonra Bulaki məclisə getdi, yerinə oturdular. Bu dünyada görüşlərində məmləkətlərlə, Avropa ilə, Avropa Birliyi ilə və ya BMT ilə, ya Amerika məhsullarına, yetkilərlə görüşəndə deyir ki, biz Kürdistan-ki deyirik, görün, baxın, burada doğrudan Kürdistandır. Görürsünüz ki, məsələ Xoyda, Maçıda, filanda hamı nümayəndələr Kürdlərdir seçiliblər. Və bunu sənədləşdirirlər. Yəni, o geçmişdə, əgər diqqət eləsək, bizim sol təfəkkürlü insanlar ümumiyyətlə kandidlərə fərq qoymurdular. Yəni, bu kandidin düşüncəsi nədirsə, etnik mənsubiyyətinə baxmadan bir çox hallarda biz şahid olduq ki, Urmiyada, Sulduzda, Xoyda, Maçıda bizim solçular, komünistlər Kürd kandidinə rəy verməyə təbliğ edirdilər. Və əlbəttə onlar yenə də elə belə yanaşırlar məsələni. Ancaq bizim milli təşkilatların, milli şəxsiyyətlərin, milli qrupların tutumu təbiidir ki, o milli varlığımıza, milli toprağımıza olan totəni və demək, iddiaları xunsa eləmək üçün və o istiqamətdə yanaşdığı üçün təbiidir ki, burada gəlib bir dənə formül verirdi ki, Türk, Azərbaycan Türkü seçiləcəkdir və tərcihimiz millətçidir. Amma əgər bir bölgədə görsək ki, millətçi nümayəndənin seçilmə şansı azdır, rəyimizi bölməyəcək. Biz o Türkə səs verəcəyik ki, o Türk seçilsin. Sırf bu totəni xunsa eləmək üçün. Yəni, bizə ərazi iddiasında olanların milli toprağımızı istəyənlərin ya müsaade eləmək istəyənlərin siyasətinin qarşısını almaq üçün bir taktikdir. Necə ki, solçular etnikinə baxmırdılar, kimliyinə baxmırdılar, bəlkə düşüncələrinə yaxın olan, məsələ, sol təfəkkürlü ya liberal birisinə rəy vermək üçün Kürdə də rəy verirdilər. Orada etnik məsələ deyildi, düşüncəsi məsələ olurdu. Burada isə etnik çox məsələ, yəni bizim üçün çox mühüm məsələ mahiyyət daşıyır, əhəmiyyət daşıyır. Ki, bir
Türk seçilməlidir. İndi o Türk hətta milli olmaya da bilər. Hətta bizim əleyhimizə də ola bilər. Ancaq Türk seçilməlidir. Niyə? Buna görə ki, bu Kürdün, Farsın qurduğu dəstəsini xunsa eləmək üçün. Başqa da bir plan yoxdur. Yəni, başqa bir dəlilliyə səbəbi yoxdur ki, biz burada bu nümayəndəni seçirik, seçsin məclisə, bizə məsələ hər hansı bir dənə məcəllə icazəsi alacaqdır, ya televizyon icazəsi alacaq, ya radio icazəsi alacaq. Çünki bunlardan biz əminik ki, daha o mərhələlərdən keçibdir. Cümhuri İslami və ya İran adında hər hansı bir hakimiyyət olursa olsun, bizə heç zaman heç bir haqqı tanımayacaqdır. Çünki tanıdığı bir gün öz izmihlalına, öz inhilalına, öz yoxluğuna bir addım atmış olacaqdır. Və ona görə də baxmayaraq ki, başda kim oturursa olsun, sol olursa olsun, dinçisi olursa olsun, demokrat olursa olsun, nə olursa olsun, bugünkü siyasətin bənzərini və bəlkə bundan daha da şiddətlisini uygulamalıdır. Çünki birazca yumuşaq davranarsa, o zaman onun iddia ettiği ərazi ya İran parçalanmış olacaktır. Ona göre nedir? Biz de bunu bilirik ki rejim ya İran olduğu sürece bize herhangi bir hak, hukuk yoktur. İranın varlığı bizim yoxluğumuzdur. İranın dövlətçiliyi bizim dövlətçiliyimizin məhvi olmaması mənasındadır. İranın varlığı demək Fars ağalığının davamı deməkdir. İranın varlığı bizim köləliyimizin və əsimilə olmağımızın demək özümüzdən özgələşdirmənin ya özgələşmənin davamı aktif formada devam edəcək anlamındadır. O yüzden de İran məclisinə birini göndərməkdən hər hansı bir şey onlardan bəklentimiz yoxdur. Yaşıllarda diqqət eləsəz, bir seri Azərbaycanlar allandılar. Ki, güya ki, İrana demokrasi gələcək. Musəvi güya ki, demokrat olubdur. Musəvi dəyişibdir və yəni o milli hərəkəti çalışdılar ki, çəksinlər İrançılıq hərəkatının arxasıca. Yaşılların, Musəvinin, Kərrubunun və bunun kimi hətta bəziləri iltimas edirdilər Kərrubiyə, Musəviyə ki, baba, zahiri də olmuş olacaq, sən bir məsələn Azərbaycanla bir söz deyiclə, qoy Azərbaycanlılar gəlsin dalınca. Bunlarda o təvəhhüm vardı ki, güya ki, məsələ İranda demokrasi olar, güya ki, İranda məclisdən və ya dövlətdən qanuni formada hər hansı bir şey tələb eləmək olar. İran olduğu sürəcdə bunların heç birisi olmayacaqdır. Çünki İranın quruluşu zorakılıq əsasında qurulubdur, işğal əsasında qurulubdur, parçalamaq əsasında qurulubdur, sərnizə əsasında qurulubdur, əsimilə eləmək əsasında qurulubdur. Və bunu mən dəfələrlə demişim, İranla demokrasi gecə ilə günüz kimindir. Ya gecədir, ya günüzdür. Bunların ikisi bir anda ola bilməz. Yəni, ya qaranlıqdır, ya işıqdır. Birinin olması o birisinin məhvinə səbəb olar. Buna fəlsəfədə tənaqüz deyərlər. Bu təzaddan da aşır, tənaqüz deyər. Yəni, birinin olması o birisini nəqz edir, o birisi aradan gedər, nəf edir. İranda demokrasinin olması İranı nəf edir. Demokrasi olsa İran dağılacaqdır. Nəticədə İranla demokrasi heç zaman bir ortama gələ bilməyəcəkdir. İndi bunu istəyir Musəvi olsun, istəyir dünyanın ən demokrat insanlarını götürək aparaq qoyaq ora. O ola bilər ki, orada demokrasi icra eləsin, amma da o üçün İran olmayacaq. Onda Azərbaycan ayrılacaq. Çünki demokratik mənim ilk haqqım budur ki, mən istəyirəm dövlət olum.
Mənim demokratik haqqımdır ki, istəmirəm İranın əsarətində qalım, istəmirəm farsça danışım, istəmirəm farsın ağalığını, istəmirəm İran hakimiyyətini, istəyirəm öz dövlətim olsun, öz ordum olsun, öz bancım olsun, öz pulum olsun, öz vəzirlərim olsun, öz səfirliklərim olsun, öz pasportum olsun. Mən demokratik haqqım olduğu üçün, yəni Azərbaycanlının, Ərəbin, Bəluçun, demək Türkmənin və başqalarının demokratik haqları olduğu üçün demokrasi uygulanan bir gün orada daha İran deyil. Ona görə İranla demokrasi bir-birini gecə ilə günün sümünü. Birinin olması o birisinin olmaması mənasındadır. Təbiətən də İrançılar, İran sistemi, rejimi və İran dövlətinin tərəfdarları təbii ki, çalışacaqlar bunu İranı saxlasınlar. İranı saxladıqda o daha demokrat ola bilməyəcəklər. Yəni, bugün belə insan haqları üçün dad təpən, car çəkən, hər hansını gətirib qoysadır ki, İran ərazi bütövlüyünü qoruması üçün sərnizə işlətməlidir, zindan işlətməlidir, şikəncə işlətməlidir, dil qadağan eləməlidir, hizbləri qapatmalıdır. Ayrı bir yolu yoxdur. Əlbəttə, mənim bu sözümü bəziləri yanlış anladı. Yəni, yanlış anlama deyil. Özlərinə məsələn bunu bir türlü bəyan eləsinlər deyə qələmə çəkdilər və demək, biraz yanlış başa düşdülər ki, güya ki, demokrasi milli haqları təmin eləməz. Demokrasi, yəni ki, demək ki, biz məsələn Azərbaycanda demokrasi tərəfdarı deyilik. Bu yanlış baxışdır. Biz İranda demokrasinin olacağını qeyri-mümkün demişik. Olmadığı üçün, ona görə də biz İranda demokratik mübarizə üçün özümüzü aldatmamalıyıq. İranın demokratlaşması üçün demək, enerjimizi hədərə verməməliyik. Şəhid, ölü, yaralı, zindanı verməməliyik. Çünki olmayacaqdır. Mümkündür bu diktatoru yıxaq, başqasını bir gətirək yerinə, o da bundan da bətər bir diktator olsun və ya bundan biraz yumuşaq diktator olsun. Bizə görə dəyişən bir şey olmayacaqdır. Yəni bizim durumumuza görə, Azərbaycanlıların durumuna görə dəyişən bir şey olmayacaqdır. Nəticədə seçkilərə getməyimiz bu fəlsəfəni bilə-bilə bunları hamısını açıqlaya-açıqlaya Azərbaycanın bəlli sorunlu bölgələrində seçkiyə qatılmağa çağırdığımızda məqsədimiz bəllidir. Çünki sırf Azərbaycanın əleyhinə olan tuğtiyələri xunsa eləmək üçündür. Başqa bir ikinci demək yoxdur. Ancaq təəssüflər olsun ki, bir şəhrimizdə, yəni bu yanlışlara yol verildi, bu yanlışlıqlara yol verildi və soydaşlarımızın iki parça olması zahirən baxsaq, məntiqi yanaşırlar. Yəni, deyir ki, milli kandidat olmadığı üçün biz də qatılmayacaq. Amma o duyğusal yanaşım bu tərəfdən şəraiti tamamilə hazırlayır, meydana açır, meydanı buraxır Kürdə və Kürdlər yığışırlar buradan, oradan, Əraqdan, Kermanşahdan, hardan yığırlar, otobus insanları gətirirlər orada, görürsən, hər əlində cibində 5 dənə sicilli, 5 dənə də rəis alır orada və Kürd nümayəndəsini oradan çıxarır. Buna yol verənlərin, buna müsəbbib olanların hər hansı bir formada o bölgələrdə millətimizin qatılımını əngəlləyən ya soyutan, ona manət öyrədən, onu sandıqlardan uzaqlaşdıranların hamısı sorumludular. Toprağımızın, ərazimizin Kürdləşməsinə və ya Kürdlərin
xeyrinə müsadirə olmasına şərait yaratdılar. Bilərək və ya bilməyərək. Hələ bəzi təşkilatlarda Kürdistan o qədər sadəlikdən. Kürdistan Demokrat Partiyası təhrim eləyibdir, biz də təhrim eləyib. Demək, biz də oturmuşuq Kürdistan Demokrat Partisi nə qərar versə, biz də onu uygulayacaq. Siz kimsiniz? Siz nə, Kürdistan Partisi mısınız? Kürdistan Demokrat Partisinin təhrim elədiyinə görə biz də təhrim eləyirik. Kürdistan Demokrat Partisi zaten həmişə təhrim eləyər. Kürdistan Demokrat Partisinin heç Kürdistanın özündə elə bir nüfuzu yoxdur ki. Komələdir, Kürdistan Demokrat Partisidir. Bunlar Kürd xalqının içində bir nüfuzları yoxdur. Ancaq indi başqa bir qüvvə vardı bu Kürdləri təhrik eləyən. Kürdləri təhrik eləyən başqa qüvvə və qüvvələr vardı. Birincisi, Məsud Barzani və partisi, dövləti, Cəlal Talibanı, Cumhuri İslamı. Cumhuri İslamının hədəfi Kürdləri Qərbi Azərbaycana yerləşdirərək, Qərbi Azərbaycanı kürdləşdirərək, Azərbaycanla Türkiyənin sərhəddini kəssin, əlaqələrini kəssin və nənəsin Azərbaycanı daha demək, balacaladıb ilişkilərini xarici ya Türk toprakları ilə ilişkisini kəsib, yavaş-yavaş orada əsimilə eləyə bilsin. İkinci tərəfdən Kürdlərin oraya yerləşdirərək Azərbaycanlıları aktiv siyasi olaraq rejimin yanında saxlaya bilsin. Araq Kürdləri isə Barzani olsun, Məsud Barzani və ya Cəlal Talibanı, bunlar Böyük Kürdistan iddiasını, yəqin bilməm dostların xəbəri var ya yox, elə bu keçən həftə, yəni bu həftənin içində, keçən həftə dedik, bu həftənin içində Məsud Barzani Ərbildə bir danışığında Kürd birliklərinin birləşməsinə və yəni ki, o iddia elədikləri Böyük Kürdistanın yaranmasını ətrafında böyle uzun-uzadı bir seminarda iştirak edib və danışıbdır, tərhlər veribdir. Bu çağırıblar, pul göndərirlər, pul verirlər, yardım edirlər. Bugün Kürdistan Demokrat Partisi'na, Komeliyə, PJK, PKK-yə nə qədər oradan onların bütçələri vardı ki, heç. Onun ardından da belənçi olaylarda, mesela seçkidir, şura seçkiləridir, mesela bələdiyyə seçkisidir, nədir. Onlar demək, o təcrübələrinə dayanaraq, necə ki, Kərkukda bu siyasəti işlətdilər, eyni siyasəti Qərbi Azərbaycanda işlədərək Qərbi Azərbaycanı Kürdistan və ya Kürd toprağı kimi göstərməyə çalışırlar. Bu ən acı bir hadisədir ki, bu seçkilərin sonucunda Sulduzda ona şahid olduq. Arzu edirik ki, o dostlarımız ki, sadə baxışla və duyğusal yanaşımına Kürd terror təşkilatlarının bəyanatlarına aldanaraq millətimizi seçkilərə qatılmayın, Azərbaycanın bütövlüyündə seçkiləri təhrim eləməyə çağırdılar. Bundan bir dərs alıb və öyrənsinlər ki, necə bir səhlənqarlıqla toprağımızın müsadirə olmasına, yurdumuzun kürdləşməsinə, ən azından zahirdə Kürd tanınmasına, yəni ora kürdləşmir ki, Sulduzdan Kürd nümayəndəsi seçilməyinə Sulduz Kürdistan olmadı. Amma bunu biz Avropaya, Fransaya, Almana, Amerikaya necə qandıracaq?
Nəylə qandıracaq? Nə cür inandıracaq? Ki, Sulduzda 80% türkdür. 20% kürt vardır. Bunu necə anlayacaq? Deyəcək, o baxıb deyəcək ki, o Sulduzda birinci nümayəndə kürt seçilibdir, ikinci nümayəndə də kürt seçilibdir. Siz necə deyirsiniz ki, 20% kürt vardır? Yəqin ki, Sulduzda 20% türk vardır deyəcək. Yoxsa siz seçərdiniz, siz seçilərdiniz də. İndi bunlara biz necə başa salacağıq ki, bunlar Kermanşahdan, Sənəndəşdən, Saqqızdan, Mahabatdan, Ərbildən, Süleymaniyədən gəlib orada rəy veriblər. Başa düşməz. Çünki o bilir ki, bu məhəllədən gedib, yəni Avropanın qanununda bu məhəllədən gedib, o birisi məhəllədə sən rəy verə bilməzsən. Sənin rəy verəcək məntəqən bəllidir. Onun dışında heç bir yerdə səni qəbul eləməzlər. Yoxsan, adın yoxdur listədə sən rəy verəsən. Ona da baxıb bizə güləcəksə, deyəcək, bunlar yalancıdırlar. Bunlar elə ora doğru həqiqətən deməsən Kürdistanmış ya Kürdistandır. Bunlar yalan deyirlər bizə. Bir dənə sadə yanaşım, bir dənə səhv səbəb olur ki, özümüzə nə böyüklükdə çətinliklər yaradaq. Sabah 5 ildən sonra, 10 ildən sonra tarix yazanda o kürdlər götürüb yazacaq filan tarixdə çoxunluq rəylə Sulduzdan Kürd nümayəndəsi seçildi. Burası o zaman Kürdistan idi. Bizi oradan qovublar, bizi oradan çıxardıblar, bizim toprağımızı qəsb ediblər. Gələcək nəslə öyrədəcək, onları təhrik edəcək Azərbaycanın üstünə, fədai düzəldəcəkdir, silahlı qüvvələr düzəldəcək Barzanı. Elə bu bayram məsəcində danışdığımda deyir, bu məsələ açıqcasına deyir ki, gəncliyimiz savaşa hazır olmalıdır. Bizimkilər də millətimizi yuxuya verirlər. İranda demokrasi olacaqdır. Avropa insan haqları gəlib bizim haqlarımızı verəcəkdir. Bilmirəm, kim gələcək, nə vəd eləyəcəkdir. Beləncə yalan və şaşdırıcı iddialarla millətimizi günbəgün xəlisilə eləməkdə, günbəgün qorxudaraq bunu eləməklə o qeyri-mədənidir, onu eləməklə o qeyri-mədənidir, bu şüarı verməklə bu qeyri-mədənidir, millətimizi daha çox sansür eləməyə məşğuldular. Bir halda ki, Barzanı danışır, oturur, gənclərə deyir ki, bunun üçün savaşa hazır olmalıyıq, bədəlini verməliyik. Kürdistan yaranması üçün, Kürdistan qorunması üçün. Və əlbəttə danışıqlarımdan belə alınır ki, bəlkə də bu yaxınlarda hər halda Araqdan istiqlal elan eləsinlər. Amma bizimkilər hələ də demək, Araq Kürdistanını misal gətirərək Azərbaycanı Farsın əsarətində saxlamağa çalışırlar ki, məsələ, Araq kimin federativ bir dövlət qurmaq istəyirik və ya demokrat bir dövlət qurmaq istəyirik. Adlarını da qoyurlar təhlilgər, adlarını da qoyurlar siyasətçi. Adam gəlir, çıxır, utanmazcasına Kürdün kanalında danışır. Urmuc gölünə olan təzahüratı Azərbaycan türklərinin Urmuc gölünün müdafiəsinə çıxıb haray-haray mən türkəm, qırmızı bayraqla, bozqurt tutaraq təzahürat elədiyini düşünürdür ki, bu İranda demokratik yaşıl hərəkatıdır. Yaşıl hərəkatının demək, fəaliyyətidir Azərbaycanda. Və adını da qoyur təhlilgər. Adını da qoyur siyasətçi. Və bəziləri çalışırlar onu belənci, satqın xainləri də millətçi kimin demək, milli hərəkətə, millətə təhmil eləyərək nənəsindən hərəkəti istiqamətindən çıxarsınlar. O Barzanının yanaşması, o Talibanının yanaşması, bu da bizimkilər. Gəlir, oturur,
Deyir, Kürdistan Demokrat Partiyası üçün təhrim edibdir seçkiləri. Biz də qatılmayacaq, biz də təhrim edirik. Elə Qərbi Azərbaycanda da təhrim edirik. Və səhnəni buraxır Kürdə, meydanı buraxır Kürdə, Kürd də yığır, gətirir, doldurur sandıqlara, çıxardır bir dənə Kürd nümayəndəsi. Bu yanlışlar bizə çox mal olacaqdır. Bu heç də balaca bir məsələ deyil. Bu heç də bitmiş bir məsələ deyil. Bəlkə bəzilərinin səhlənkarlığının ücbatından bir yeni problem başlamaqdadır. Ona görə çox diqqətli və təhlillərimizdə, taktiklərimizdə, stratejimizdə milli mənfəətlərimizi öndə tutaraq, başda tutaraq kimin xoşuna gəlir ya gəlmir deyil. Hansı dövlətin xoşuna gələcək ya gəlməyəcək, sandığa geçsək, məsələn, Amerikanın xoşuna gəlməyəcək, gəlməsin. Görək, amma toprağımızın Kürdə verilməsi mi yaxşıdır, yoxsa Amerikanın xoşuna gəlməməsi? Bu ən acı hadisədir, yəni keçən ilin sonlarında, demək 90-cı ilin sonlarında, 2012-ci ilin əvvəllərində baş verən ən acı hadisədir. İnanın ki, buna səbəb olanlar, buna yol verənlər, buna şərait yaradanlar heç zaman bağışlanmayacaqlar. Heç zaman. İndiki vəziyyətə gəldiyimizdə, bugün xəbəriniz var ya yox, demək, beynəlxalq banklarda SWIFT kodu ləğv elədilər, yəni İranı bundan təhrim elədilər. İran daha SWIFT kodu olmayacaqdır. Bu, İrana böyük zərbələr vuracaqdır. Yəni, İran hətta satdığı bir şeyin də belə pulunu daha ala bilməyəcəkdir. Məsələn, deyək ki, bir yerə indi nəf verir, ya verib də pulunu alacaqdır, pulu ödənilməyibdir. Onlar daha o pulu heç bir türlü İrana göndərə bilməyəcəklər. Çünki o banklar SWIFT kod, bilirsiniz, hər ölkənin bir dənə kodu vardır. Ona SWIFT kod deyirlər. Hər ölkənin deyil, hər bankın əslində. Bir SWIFT kodu vardır. O SWIFT kod bunları beynəlxalq banklarla ilişki yaratmasını sağlayır. Ki, məsələn, biri gedib, deyək ki, məsələn, İngilistanda HSBC-yə deyir ki, bu mənim SWIFT kodum, mən bura məsələn $10.000 ya $10 milyon ya bir belə pul göndərmək istəyirəm. Da lazım deyil ki, geçsin o bankın özünü axtarsın, nümayəndəliyini axtarsın, ya məsələn sərrafla göndərsin, nə ilə göndərsin. O SWIFT kodu verməklə orada o pulu öz bankına, öz hesabından birbaşa göndərir. Məsələ deyək ki, istədiyi şəxsin hesabına Tehranda, Urmuda, Sulduzda, Təbrizdə və ya Hayırda. Gün demək daha İran təhrim olundu və ondan istifadə edə bilməyəcək və təbiidir ki, İrana daha böyük, İran adlanan ölkəyə və Fars hakimiyyətinə böyük sorunlar yaradacaqdır. Daha da zəiflədəcəkdir, daha da izolə eləyəcəkdir.
və o demək tökülməsi daha yaxınlaşır. Ancaq biz buna hazır olmalıyıq. Biz Azərbaycanlılar buna hazır olmalıyıq ki, səhər demək, herhangi bir hadisə üz versə, başlasa, biz neyəyə? Biz onda o fürsətdən yararlanıb və öz dövlətimizi quraq. Buna fəqət hazırlıqlı olmalıyıq. Hər şey İranın məhvinə doğru gedir. Hər şey İran hakimiyyətinin tökülməsinə, yıxılmasına, məhv olmasına doğru gedir. Hər şey bizim xeyrimizə gedir. Ancaq dağlı qalan bizik. Yəni, biz bu siyasi gedişlərlə milli hərəkət olaraq, millət olaraq maalesef ayaqlaşa bilməmişik. Buna diqqət olunmalıdır, diqqət yetirilməlidir. Dün Orta Doğu'da yəni Türkiyənin ümumiyyətdə tutumu, Türkiyənin mövqeyi yeni bir mesaj oldu. Türkiye Suriye'den bütün Türkleri çağırdı. Suriye ile bütün ilişkileri durdurdu. Bunlar bir mesajlardılar. Yani ki nizami müdaxilə, hərbi müdaxilə, Suriye'ye müdaxilə çox möhtəməldir. Çünki Əsəd rəsmən başlayıbdır. Bəşar Əsəd rəsmən başlayıbdır Suriyelilərə qətlam eləməyə. Hətta məhzlərə min döşübdür ki, qaçanlar belə qaçıb çıxa da bilmirlər. Yəni ki, fişarlar ümumiyyətdə və siyasi gedişlər ümumiyyətdə bizim xeyrimizə getməkdədir. Yəni Suriye hakimiyyəti devrilirsə, İranın ən yaxşı müttəhidi nə oldu? Demək, saqit olundu. İran daha tək qaldı. İran Swift kod da əlindən alındı. Təhrimlər içindədir zaten. Böhranlar hər tərəfdən başlayıb. İsrail ilə İranın savaşı, yəni bir-birlərinə saldırmaları çoxdandır başlamışdı. Bilirsiniz ki, İran Hindistan'da, Gürcüstan'da, Azərbaycanda İsrailin səfirliklərini, Amerikanın səfirliklərini töhməkdədir ki, tutulublar. Neçəsi əməlindən qabaq, o iqdamdan qabaq yaxalanıblar. Obama son danışıqlarında xəbərdarlıq verdi ki, İrana ki, diplomatik pəncərə qapanmaqdadır, daralmaqdadır. Diplomatik fəza yıpranmaqdadır. Yəni ki, daha proseslər savaşa, yəni hərbi müdaxilənin olacağını göstərməkdədirlər. Ancaq buna biz hazır olmalıyıq. Əlbəttə ki, bizim umudumuz ona deyil ki, Amerika gələcək, müdaxilə eləyəcək, İsrail müdaxilə eləyəcək, bizə də bir haqq yetişəcəkdir. Bunlar bizim iradəmizin dışında olan hadisələrdirlər. Amma bir inqilabçı olaraq, bir qurtuluşçu olaraq, bir millət olaraq təbiidir ki, bunları dəyərləndirib və öz xeyrimizə, milli mənfəətimizə uyğun mövqe tutaraq onlardan yararlanmalıyıq. Ki, belə hadisə üz versə, o zaman Azərbaycan ayaqlanıb padiqanları ələ keçirər və dövlətini elan eləyər. Amerikaya da, İsrailə də, Fransaya da, Almana da deyər ki, burada sizə bir xətər yoxdur, gedin Farsına məsələ əzəl edin.
Gedin nüvə mərkəzlərini gedin orada dağıdırsınız, dağıdın. Alırsınız, alın, anlaşırsınız, anlaşın. Buradan sizə bir xətər yoxdur. Burada nüvə də yoxdur. Və bizim də sizinlə bir savaşımız da yoxdur. Sizə də ehtiyacımız da yoxdur. Amma bunu biz istəsək də, istəməsək də o hərbi müdaxilə olacaq. Bunu neçə il bundan əvvəl biz demişik. Deyəndə bir çoxları demək bunu Röya kimin hesabladılar, bir çoxları müdaxilə olmayacaq, savaş olmayacaq, filan olmayacaq deyə. Amma günbəgün bu savaşa, müdaxilənin olmasına yaxınlaşır və hər iki halətdə də istər İrana müdaxilə olsun və ya olmasın. İstər hərbi müdaxilə olsun ya olmasın. Biz qurtuluşa hazır olmalıyıq. Əgər bu prosesləri bir hadisə sürətləndirsə və bizim ona hazırlığımız olmasa, o zaman ən böyük xəsarət bizə dəyəcəkdir. O zaman ən böyük faciə bizim başımıza gəlir. Eyni Araqda Kərkuklar kimi. Kürdlər hazır idilər. Kürdlər silahlı idilər. Ərəblər də bəlli ölçüdə hazır idilər, silahlı idilər. Amerika Əraqa girəndə bunlar da əmələ keçdilər. Amma Kərkuk türkləri oturmuşdu ki, Türkiyə vardı, bir şey deyə bilməzlər. Amerika demokratik ölkədir, gəlib yəqin ki, bizə də bir haqq verəcəkdi. Bilmirəm Fərənsə nəyə verəcəkdi, o birisi nəyə verəcəkdi. Sonra gördük ki, bugün Kərkuk işğalının altındadır. Yəni siyasi proseslər, siyasi gedişlərlə ayaqlaşmasaq, itirən biz olacaq. Baxmayaraq ki, millətimiz böyükdür, sayımız çoxdur, gücümüz çoxdur, orduda adamımız çoxdur, silahlı qüvvəmiz, yəni silahlı
və gələcəyimizi garantiya almaq üçün müsəlləh müdafiə qüvvələrimizi formalaşdırmalıyıq. İndi bizə terörist deyirlər desinlər, bizə nə deyirlər desinlər. Amma əmin olun ki, bunu eləyə bilməsək, bunu eləməsək, çox acı faciələr bizi gözləyir. Çox acı bir taleyimiz olacaqdır. Çox fəci vəziyyətdə dərbədağın eləyəcəklər toprağımızı, millətimizi, gəncliyimizi, sərmayəni. Hər şey madam ki, savaşla həll olur, savaşa doğru getməkdədir və savaş günbəgün şiddətlənir, özəlliklə də bizim bölgəmizdə. Biz də məcbur o savaş şəraitinə hazır olmalıyıq. O savaş şəraitinə hazır olmasaq, hazır olanlar bizə hökm eləyəcəklər. Daha da əvvəl demişdim, silahı olan hökm eləyəcək. Silahlı olan hökumət eləyəcək. Silahsızlar da tabidir. Maksimumu burada gətirib qoyacaq, məsələn, bir dənə məclis qoyacaq, deyəcək, nümayəndəni göndərir. Ya bir dənə qazetə qoyacaq, deyəcək ki, orada yazıcınla. Ya bir dənə, nə bilim, radio qoyacaq, deyəcək ki, orada danışınla. Ya deyəcək ki, Avropaya şikayət eləcəklə. Ya filan kəsi, məsələn, fərmandar elədiyi, o yetişəcəkdir. Daha sən olmayacaq. Hər şey başqaları təyinləşdirəcək. Özgələr təyinləşdirəcək. Yeni il arzu edirəm ki, bu məsələləri nəzərə alaraq bir açılış olsun və yeni ildə ciddi səfərbərlik, ciddi əzmlə demək hazırlanaq. Çünki vəziyyətin, bayaq vurguladığım kimi, siyasi gedişlər bizim gözləmədiyimiz qədər sürətlidir. Sürətlə getməkdədir, gəlişməkdədir. İran böyük böhran içindədir. İndi qızıl satır, qızılı verə bilmir adama. Yəni, daha qızıl yoxdur adamlara versin. Amma millətdən pul alır. Mesela bir sikkə, yarım sikkiyə 100 min tümən, 200 min tümən, yarım milyon tümən alır və bir dənə kağız verir ki, sən qızılın əlində olmasın, aparasını itirərsən. Bir dənə də kağız veribdir, o Raqib Bahada kağız veribdir ki, bunun qızılı var. Altı ay bundan qabaq satılan qızıllar ki, millətə, üstünlərə satıblar, bahlar satıblar, o qızılları verə bilmirlər. Yəni, İran hakimiyyəti ciddi bir fəlakətinin üzbəyüzdür. Yıxılması, yox olması %100'dür. Ancaq biz buna hazır olmalıyıq ki, hər hangi bir formada, istər elə bu təhrimlər, siyasi baskı, siyasi üsyanlar nəticəsində, istər hərbi, siyasi müdaxilələr nəticəsində, istər başqa bir formada, başqa bir hadisələr, kudeta ittifaqları düşsün və ya başqa məsələlər düşsün, biz hazır olsaq bunların hər hansında bir haqlar əldə edə biləcəyik. Amma hazır olmadığımız halda yenə də hökumət başqalarının əlində olacaqdır və başqaları qərar verəcək və bizi o qərarları icra eləməyə zorlayacaqlar. Ona görə də bütün dostlarımızın
Novruz bayramını təbrik edir və yeni ili, yeni açılış, yeni hazırlıqlıq, yeni dönəm və yeni metod, yəni mübarizə metodu arzulayıram və bütün dostlarımızı ciddi məsələləri təqib eləməyə və bu siyasi gedişlə ayaqlaşmağa dəvət edirəm. Bütün istiqlalçıları, bütün millətçiləri birliyə çağırırım. Güney Azərbaycan İstiqlal Partiyası olaraq hər kəsə istiqlal yolunda savaşan, milli yolda savaşan, milli haqlarımızı müdafiə edən, milli azadlığımız üçün savaşan hər kəsi birliyə çağırırıq. Fürsət azdır. Yəni, fürsət azdır indi dediyimizdə elə bir ki, belə alınmasın ki, bir həftədən sonra nəhki bir hadisə üz verəcəkdir. Ancaq proseslər o qədər sürətlə gedir ki, biz zamanı qaçırmışıq. Biz bu işləri bundan daha əvvəl, 3 il bundan əvvəl eləməliydik. O dediyimiz zamanlarda hazırlaşmalıydıq bunları. Amma hazırlaşmadıq. Amma hazırlaşamadıq. Ancaq bundan artıq daha vaxtı forta verməyək. Ki, demək, toprağımızı iddia eləyənlər hədəflərinə çatmasınlar. Kürdlərin partiyalarına gəldikdə və ya siyasi qruplarının tutumuna gəldikdə, bu da Azərbaycan təşkilatlarının arasında və hətta bunun dışında da biz İran Millətlər Cəbhəsində də bu məsələni tartışmışıq. Ki, məsələn, Kürdlər təhrim eləyir, siz niyə təhrim eləmişsiniz? Biz demişik ki, Kürdlərin əvvəla təhriminə inanmırıq. Bir, ikincisi, bizim bu bölgələrdə qatılmağımız hakimiyyətdən və ya rejimdən və ya məclisdən ya məhəllə şurasından hər hansı bir tələbdə olmağımız mənasında deyil. Bəlkə ərazimizin, torpaqlarımızın müsadirə olunmasına təşəbbüs eləyənlərin to'tələrini xunsa eləmək üçündür. Onsuz da siz də işarə elədiniz, hər kəs də bilir ki, Cumhuri İslami vaxtı ki, məsələn, gəlirdi prezident seçkilərinə 2 dənə, 3 dənə, 5 dənə aday qoyubdu. O bilir kim seçiləcək, kim çıxacaqdır. Rəyləri qabaqcadan yəni, nə elan eləyəcək bəllidir. Və elə məclis seçkilərində də, məhəllə şuralarda da genə də dövlətin adamlarıdırlar. Yəni, o seçkilərə qatılanlar dövlətin filtrindən keçməlidirlər. Ondan keçməsə imkansızdır. Nəticədə bu seçkilərə qatılmaqdan biz hər hansı bir siyasi ya hüquqi bir şey gözləmirik ki, hakimiyyətdən məsələn tələb eləyəcək, məclisə birini göndərməklə. Yox. Fəqət bizim əleyhimizə qurulan o to'tələri xunsa eləmək üçün Azərbaycanın o bölgələrində ki, bu sorun var, yaşamaqdadır. O bölgələrdə aktiv iştirak edib və hətta bura qədər aydınlaşdırılmışıq ki, birinci tərcih milli kandidatların seçilməsidir. Bunu da detailinə girəndə açıqlamışıq ki, elə təşkilatlarla da anlaşmışıq ki, hətta bir yerdə mümkündür bir dənə milli şəxs kandid ola, amma rəy gətirməyə. Nəticədə biz gedib o milli şəxsə rəy verdiyimizdə ki, çıxma, seçilmə ehtimalı çox aşağıdır, ya zəifdir, onda rəyimiz boşa gedir, rəyimizi yandırmış oluruq, səsimizi yandırmış oluruq. Bəs nəticədə o türkə verməliyik ki, bunun seçilmə şansı o birisilərdən çoxdur. Və bu organizə olmalıdır. Organizə hərəkət edilməlidir. Baxın, məsələn, Azərbaycanlılar gedib Urmiyədə seçkiyə. Deyir ki, 3 nəfər seçə bilərsən. 3 dənə nümayəndə var da. Məcbur dərsən, 3-ünü də seçəsən. Amma 3 nəfər seçə bilərsən. Yəni, o kağızında 3-ünün də adını yaza bilərsən. 3 nəfər. Deyək, məsələn, Əli, Həsən, Hüseyn. Kürdlər gəlir, fəqət özününkünü yazır. Daha o birisini yazmır. Amma bizimkilər gedir, görürsünüz ki, 3-ünü yazır.
Və burada da nə olur? Səbəb olur ki, məsələn, görürsünüz ki, demək, yəni sizin o verdiyiniz rəy 3 dənə adamı qoyduğunuz üçün onların birində, məsələn, fərz eləyək ki, Kürdürsə, Kürdlər də təhcə ona verirlər. Sizin də verdiyiniz rəy, ya bizim də verdiyimiz rəyimiz səbəb olur ki, o adam çıxır. O adam seçilir. Bunlara diqqət olunmalıdır ki, ilk növbədə təbiidir ki, biz tərcihən milli şəxslərin seçilməsinin düzdür heç bir xeyir gətirməyəcək. Yəni, istər belə ən radikal millətçimiz də bugün seçilsin, geçsin, məhv diləsin. Nəyi mucazdırsa desin, nəyi mucaz deyərsə deməsin. Və məsələn, çox şey olsa çıxıb deyəcək ki, məsələn, filan kəsi jurnalisti tutubla salıbla zindana. Elə onda o birisi orada məclisdə deyəcəkdir ki, o birisini dırnağını çəkiblər, o birisini şəllah vurublar. Orada bir dəfə dilə gətirəcək, bitib gedəcək. Heç bir şey dəyişməyəcəkdir. Öz məclisimiz deyil ki, gedək orada qanun vəz eləyək, yəni demokratik bir vəziyyət deyil ki, gedib orada qanun keçirdəsən, qanun səbt eləyəsən, diktatorun, işğalçının əlindən kəsəsən, müdafiə sistemini çoxaldasan. Özgə məclisidir, özgə hakimdir və demək, onun təyin elədiyi adamlar seçilir. İndi təsadüfən gəlsə biz birini də demək, onun təyin eləmədiyi və ya məsələn məcbur qalıb təyin elədiyi, xoşu gəlmədiyi birini seçsək də o bir şeyi dəyişdirə bilməyəcəkdir. Əsas bu bölgələrdə, yəni o yerlərdə ki, Kürt sorunu var, qatılmaqdan hədəfimiz nə məclisdə hər hansı bir şey əldə eləmək, ya haqq əldə eləmək, ya demək, bir umut bağlamaqdır. Bəlkə sadəcə və sadəcə toprağımıza göz tikən toytələri xunsa eləmək üçündür. Geçən söhbətimdə mən məsələni geniş danışdım bunun ətrafında ki, bunlar sənədləşirlər. Yəni, məsələn, bir dənə Kürt bugünkü gəlir, fərz eləyək ki, bir dənə seminarda, bir cəmdəki Azərbaycanlılarla birlikdə oturur və orada deyir ki, Qərbi Azərbaycan Urmiyanı deyir, Kürt şəhəri, Mahçını Xoyu deyir, Kürt şəhəri və Şərqi Kürdistan deyir, oranı təbliğ edir və oradakı tüylərdə etiraz eləmirlər. Bu sənədləşir, olur bir dənə sənəd. 5 ildən sonra, 10 ildən sonra bunu çıxartır, deyir ki, bax, bu filan tarixdə tüy nümayəndələrinin yanında da dedilər ki, buranın Kürdistan dedilər, heç də etiraz eləmədi. Burada da Kürdistandır da. Və ya, məsələn, məclis seçkilərində ya şəhər şurasında 2 dənə, 3 dənə nümayəndənin seçilməsi onlara bu fürcəni verir ki, götürsünlər bunu dolandırsınlar Avropa Məclisində, Sazman Miləldə, Amerikada, hətta elə belə İranda yaşayan millətlərə və başqa yerlərə Kürdistanın mərifçilik edəndə deyərsən, bura Kürdistandır. Desə, faktında buradan 3 dənə Kürd seçilibdir. Filan kəs, məsələn, filan şəhərin kandıdır, Sulduzun kandıdır, Kürdür. Urmiyadan biri Kürdür. Bilməm, xoyuncu məsələn, ya filan ki, əgər bunu eləyə bilsələr, nə olur? Bu olur sənəd. O göstərir ki, bəs, burada Kürdlərin sayı çoxdur, Kürdüz seçilib də. Amma bizim işimiz çətinləşir ki, biz bunlara necə gedib ispat edəcəyik ki, yox, biz qatılmamışıq seçkilərdə, biz iştirak eləməmişik seçkilərdə və bunlar təqəllüb eləyiblər. Məsələn, Kermanşahdan, Sənəndəşdən, Süleymaniyədən, Ərbildən, oradan, buradan gətiriblər, ya sicillə yığıblar, gətiriblər, rəy veriblər, belə olubdur. Ona görə bizi demək, bir küs seçilibdir. Biz təhrim eləmişdik. Biz bunu ispat eləmək bizə zordur. Amma onlar əllərində bir fakt var. Deyəcək, bu Sulduz nümayəndəsi Kürddür. Əgər Sulduz Tüy şəhəri idisə, Tüycə də əriməklisə. Bu pəncərədən baxanda, bu açıdan yanaşanda biz bu bölgələrdə kəsim o demək, toytələri xunsa eləmək üçün kəsim aktiv iştirak eləməliyik. Və bu sistemli olmalıdır, iştirak da sistemli olmalıdır. Sulduzda 9 dənə tüy
kandidi vardı. 9 tane Türk kandidine tabii ki rəylər parçalanacaqdı. Ama o toplumun aydınları, oranın demək siyasi təşkilatları, siyasi şəxsləri hər halda bir o nəbzi də bilirlər ki, məsələn burada kim səs gətirə bilər? Kimin seçilmə şansı çoxdur? Ona görə niyə? Demək, çünki məqsəd nədir? Məqsəd budur ki, bir Türk məclisə göndərilsin və ya tərsini desək, Kürt seçilməsin. Ona görə o Türk'ün ki seçilmə şansı var, ona səs verməli. Yəni, bura qədər biz bu məsələlərlə təşkilatlar arasında uzun zaman müzakirə eləmişik və adət belədir, bütün təşkilatlar bu siyasəti uyğulurdu. Ancaq bir təşkilat Kürdistan Demokrat Partiyası təhrim edib deyə biz də təhrim edirik. Yəni, demək, sadəlik və Kürt təşkilatlarına inanmaq, bayaqla mən söhbətimdə dedim, Kürdistan Demokrat Partisinin görək məsələn, Kürdistanda bir nüfuzu mu vardı? Dəfələrcə məsələn, əyləm elan eləyibdir, bilmirəm, etisab elan eləyib, hansısı olubdur ki, sandığa gedin, getməyin, o deyib deməməsinə baxan yoxdur. İkinci tərəfdən, o düşməndir, düşmənin sözünə sən inanmayacaqsan ki. Düşmən elədiyini sənə deməz ki, eləmədiyini deyər. Yəni, elə səni çaşbaşdalar ki, səni aldatsın, səni yolundan caydırsın. Biz tədbirimizi əldən buraxmamalıydıq. Və ona görə də dedik ki, Qərbi Azərbaycanda, yəni o bölgələrdə ki, Kürt təhlükəsi var, aktiv qatılmalıyıq və demək, o Türk'ün ki seçilmə şansı yuxarıdır, seçilə bilər, ona səs verərək Türk'ün seçilməsinə kömək eləməliyik, rəy verməliyik. Ki, sırf oradan Kürt getməsin məclisə. Kürtlər gedir, başqa şəhərlərdən gətirilir orada rəy verirlər. Bizim ona ehtiyacımız yoxdur. Çünki Kürtlər azınlıqdadır. Bunu eləmək zorundadırlar ki, gətirsinlər, rəy qazansınlar, rəy toplasınlar. Amma bizim ona ehtiyacımız yoxdur. Biz elə geçsək, yəni Sulduzda hər kəs keçsəydi sandığa, rəyləri tüylər gətirərdi. Amma getmədilər Sulduzda. Sulduzda yəni mübahisəli, hətta cipəccilik olmuşdur. Bir şeyləri ümumiyyətlə təhrim eləmişdilər və bəhanələri buyurdu ki, milli kandid yoxdur. Milli kandid zaten olmaz qoymazlar aşağı. Onlar ki, bunlar təyin eləsə də o milli deyil ki. İkincisi, biz bu məclisdən hər hansı bir şey gözləmək üçün, bir şey əldə eləmək üçün seçkilərə getmirik. Hədəf nədir? Hədəf bir dənə totəni xunsa eləməkdir. Hər hansı Türk olursa olsun, ancaq Türk edəcəkdir məclisə. Məqsəd budur. Maalesef Sulduzda iki tirəlik oldu. Bir qismət qatılmadı, bir qismət qatıldı və səhnə boş olduqda Kürtlərin manor meydanı çoxaldı. Adamların demək, soğuk bulaqdan ya indi Mahabat deyilir, Mahabatdan başqa Kürt yerlərinin gətirib oraya daşıyaraq orada səs verib və bir dənə Kürdün seçilməsinə səbəb olunur. Bu çox acı bir hadisədir. Harda Qəhrəman şəhərimizdə, harda Sulduzda. O Sulduz ki, Kürdistan Demokrat Partisinin qətlamına iyicəsinə cavab verdi, dayandı. Onun qabağında həftələr, aylar susuz mühasirə arasında qaldı, təslim olmadı və Kürdü yendi. Yəni, tancı olana, xumparəsi, sədüşişi olan Qasımlıya qalib gəldi. Həmən Qəhrəmanlar şəhərində, Qəhrəman Sulduzda bugün yanlış bir siyasi qərarın nəticəsində görürük ki, Kürt seçilib gedir məclisə.
Yoxsa bunlar danışılıbdır. Təşkilatlar qətiyyətlə orqanizə olmalıdır. Təşkilatların hamısı eyni mövqeyi tutmalıdır. Siyasi şəxsiyyətlər, milli şəxsiyyətlərin hamısı eyni mövqeyi tutmaqdadır və eyni mövqe illərdir sərgilənməkdədir. Bu təzə bir şey deyil. Yəni yeni bir şey deyil. Bu mövqe yeni deyil. Geçmiş seçimlərdə də mövqeyimiz eyni idi. Yəni bütün təşkilatların, şəxsiyyətlərin, müstəqil qrupların, hüquq bəşər təşkilatlarının hamısının nəzəri buydu. Bunun üzərində təbliğat olunurdu. Amma bu dəfə o sadə dostlarımız aldandılar, kütlərin mesajlarını aldandılar. Bir poz tutmağa şey elədilər və bu da təbiidir ki, beyinlərdə nə də olsa bir seri problemlər yaradır və Sulduzda mötəbər şəxslərdən rəylə demək seçkiyə qatılmamağı önə sürüb və başqa millətçilərlə mübahisələrdə olub, hətta iştirak edənlərə təhqir tohinlər də olunubdur. Sonuç budur. Sonuç budur ki, Azərbaycan iştirak eləməyibdir, şirkət eləməyibdir, bir dənə Kürd seçilibdir. Kim uduzdu, kim uddu? Buna diqqət olunmalıdır. Bunlardan dərs alaraq biz öz siyasətimizi həmişə demək, milli mənfəətlərimiz açısından uygulamaq zorundayıq. Hər hansı bir məsləhət, hər hansı bir bilmirəm, məsələ sandıqlara getməsək, Amerika deyəcək bunun hamısı yoxdur, İngilis deyəcək hamısı yoxdur. Cumhur İslamı onsuz da istədiyi səsi çıxaracaq. Əhərdə, bayaqlar dedim, Əhərdə 90 min nəfər Əhər və əhalisinin məşmuldur rəy verməyə. 100 min dənə rəy çıxarıblar. Heç əhərlər sandığa getməyiblər. Sandıqlardan ediblər, şəkil çəkiblər, film çəkiblər, bombalan boşdur. Amma məsələn, Xoyda sandıqlar şuluqdur. Maçıda sandıqlar şuluqdur. Urmuda sandıqlar şuluqdur. Sulduzda boşdur. Sulduzda Kürdü çıxardır. Kürdə səs toplayır. Beləliklə bizdən intiqam alır. Milli hərəkətdən intiqam alır. Azərbaycanı tənbih eləyir. Məndən olacaqsa səndən də olsun deyir. Rejim məndən olacaqsa səndən də olmalıdır. Tamam, verirəm Kürdə də. Onda verir Kürdə. Bizim gözümüzün qabağında. Bizim sadəliyimizdən də bundan istifadə edir. O istədiyi səsi orada toplayır, oxudur, elən eləyir. Sulduzda 20 min ya 15 min deyir, bunu bilmirəm, amma deyiblər, mənə Sulduzdan deyiblər ki, Sulduzun məşmulu rəy verəcək, məşmul olan insanların sayından çox rəy sayılıbdır. Bəllidir ki, bunlar təqəllübdürlər. Bəllidir ki, bunlar yalandılar. Amma biz meydanı boş qoyduqda o yalan gedibdir, Kürdün payına düşübdür, Kürdü dirçəldibdir. Biz bunu istəmədik olsun. Maalesef olubdur. Bildirirlər ki, o Böyük Kürdistanın oluşturulması üçün Azərbaycan ərazisində Kürdistan saydığı şəhərləri nənəsindən orada Kürd nümayəndəsini seçərək bunu sənədləşdirsinlər. Beynəlxalq ictimaiyyətdə göstərsinlər ki, bura Kürdistandır, doğrudan da görsünüz, oradan Kürd seçildi. Sulduzun əhalisi, rəy verəcək, məşmul olan əhalisi mənim bildiyimə görə 50 min nəfərdir. Rəy verəcək, məşmul, yəni onlar ki, səs verə bilərlər. Səs vermə haqları var. Amma 94 min, 96 min rəy oxunubdur. Yəni tam 2 qat əlavə. Bunlar hardan gəliblər? Təbii ki, bir sırasını rejim
əlavə edir, bayaqlar mən dedim ki, sıfırdır da, 3 sıfır artırsın, 2 sıfır artırsın, ya 1 rəqəm artırsın, 2 rəqəm artırsın, hesab soran yoxdur ki, o sandıqlarda hər hansı bir mekanizm, bir şivə sistem yoxdur ki, biz görək ki, o sandıqlara kim səs atıb, həqiqətən o adamların adı varmı orada, yoxmu? O qədər prezident seçkilərində xəlvət ola-ola 24 milyon Əhmədinəcədə rəy çıxartdılar bunlar. Bəs istədiyi səsi oxuyacaqdır. Bizim demək Kürt təşkilatlarının verdiyi bəyanatlara aldanaraq, onlara inanaraq demək hərəkət eləməyimiz yanlışdır. Biz tədbirimizi heç zaman əldən verməməliyik. O yerlərdə ki, mən açıqladım ki, bizim Qərbi Azərbaycanda ya o kürdləşdirmək istənilən bölgələrdə seçkilərə qatılmaqdan məqsədimiz Kürd totəsini xunsa eləmək üçündür. Yoxsa məclisə nümayəndə göndərib də dövlətdən hər hansı bir şey əldə olunacaq inancında deyil. Biz bu dövləti rəsmiyyətə tanımırıq, biz İranı rəsmiyyətə tanımırıq ki. Amma Kürdlər, biz meydanı buraxdığımızda, Kürdlər bu meydandan, bu fürsətdən istifadə eləyərək oranı Kürd ya Kürdistan kimi, Kürd torpağı kimi göstərməyə sənədləşdirirlər. Gəlir məsələn 5 dənə nümayəndə göndərər Qərbi Azərbaycandan, çünki Azərbaycanlılar qatılmayıbdır, təhrim eləyibdir. Səhər baxar, Avropada götürər, Amerikaya, Avropaya, o birisinə, bu birisinə ki, bax bura Kürdistandır. Buranın məclis nümayəndələr, 5 dənə nümayəndəsi var, 5-i də Kürdür. Bura türkdülərsə, türklər hardadır. Biz nə cür sabit edəcək ki, biz təhrim eləmişdik, qatılmamışdıq, biz getmədik sandığa, bunlar əslən başqa yerdən gəlmişdilər. Ona görə biz bu fürsəti əslən verməməliyik ki, belənçi bir faciə yaransın ki, biz müdafiə mövqeyinə düşək. Rejimin istər dedi ki, 35 milyon rəy çıxasın sandıqlardan, istər 60 milyon çıxasın, nə qədər çıxasın, rejimin məşruiyyəti yoxdur. Rejim onların fəqət özünü aldada bilər. Biz o bölgələrdə seçkiyə qatılmaqdan bir tək məqsədimiz vardı. Hansı seçkilərə qatılıb? Bölgəsel seçkilərə, yəni məclis və şəhər şuralarına, prezident seçkilərinə qatılmırıq. Çünki prezident seçkiləri bölgəsel deyil. Zaten Şiə olmayan da prezident ola bilməz. İndi İranın istəyi Kürt prezidenti olsun, o bizim məsələmiz deyil. Azərbaycanın olmasın. Azərbaycanın Kürt nümayəndəsi təmsil eləməsin. Biz onu demək qarşısındayıq. Ona görə də Qərbi Azərbaycanda, yəni o Qərbi Azərbaycanın o bölgələrdə ki, kürdləşdirmə və ya Kürdistan göstərmə torpaqlarımıza iddia Kürdlərin tərəfindən vardı. Orada hətta bizim tövsiyəmiz budur ki, sandıqlara da bir türlü elə fəaliyyət eləməliyik ki, sandıq başında da adamımız olsun. Ki, birisi mesela Urmiyəli olmadığında daha orada rəy verə bilməsin. Birisi Sulduzlu olmadığında orada rəy verə bilməsin. Gedib Süleymaniyədən, Sənəndəşdən, Kermanşahdan, oradan buradan gətirib hərəsinin əlində 5 dənə sicilli gəlib 5 dənə rəy salmasın ora. Görürsən Sulduzda harda olursan, Sulduzlusan. Sən bu list hazırlanmalıdır. Görürsən Sulduzda deyirsən, sən rəy verənməsən burada. Ona görə bu mekanizm olmadığı üçün və bu birisi tərəfdən də Azərbaycanın o birisi şəhərlərində Xoy, Bakı, Urmiya, Salmas buralarda gözəl qatılıblar. Məclis seçkilərində elə o Kürt totəsini xunsa eləmək üçün qatılıblar. Ancaq Sulduzda Azərbaycanlılar 2 dəstə olublar. Bir dəstəsi qatılmağın tərəfdarıdır, bir dəstəsi boykotun tərəfdarıdır. Ümumiyyətlə türklərin Sulduzda qatılımı azıdır. Baxmayaq ki, bu rəy ya bu seçkinin sonucu o səslərlə
sayılan səslərlə legitim olan ya məşmul olan insanların heç bir uyumsallığı yoxdur. Amma buna elə o imkanı verən, o imkanı yaradan nə olubdur? Tüylərin qatılmaması olubdur. Bayaq mən misal vurdum. Məsələn, Əhərdə, Əhər Qaradağ bölgəsində demək 90 min nəfər məşmuldur rəy verməyə. 90 min nəfər. Amma oranın əhalisindən bizə gələn dəqiq raport, film çəkiblər, şəkil çəkiblər, sandıqlar boşdur. Amma 110 min dənə rəy oxunubdur orada. Yəni 20 min dənə artıq rəy oxunubdur. Əslində hesab kitab yoxdur ki bunların əlində. Ciddisinə baba, burada məsələn 50 min nəfər var, burada bana 40 min oxuyaq. Biraz demək nə olsun? Şey görünsün. Məntiqi görünsün. Amma gətirib o rəy verəcək saydan ki, heç zaman yəni 100% səslərə qatılmırlar. Belə 100% qatılmaq çox nadir hallardadır. Məgər bir istisnai bir hal olar ki, 100% adamdan gedə qatılır. 100% qatılmazdı. Elə seçkiyə qatılan olar, məsələn, 70%, 80%, 60%, belə olar. Amma bunlar gətiribdir, hələ 100% qatılsa, orada 90 min dənə rəy olardı, 110 min dənə rəy oxuyublar orada. O ki, qaldı Kürdistan təşkilatlarının etibarı, Kürdistan təşkilatlarının nə Demokrat Partisinin, nə Komələnin, nə PJAK-ın Kürd xalqının içində o dərəcədə nüfuzu yoxdur. Əslində, tərsəsinə olaraq, Kürdistan, yəni Ərəb Kürdistanından axan o, demək, mali yardım və verilən proqramdır ki, bunları gerçəkləşdirir. Adamlar organize olurlar, işləyirlər, otobuslarla gedirlər, özdə dediyim kimi Saqqızda deyil, Sənəndəşdə deyil, gedirlər Sulduzda, Urmuda rəy verməyə. Bunlar planlı olaraq bunu edirlər. Kürdistanda da Kürdistan özündə nə qədər qatlığı olubdu, olmayıbdı. Mən onu baxmamışım, kontrol eləməmişim, çək eləməmişim. Görüm ki, Kürdistanda qatılıblar ya qatılmayıblar. Bunların təhriminə baxıblar ya baxmayıblar. Kürd Demokrat Partisi təbrik eləyər ki, məsələn, qatılmayıblar. İndi sənədə çıxıracaq, məsələn, Sənəndəşdə qatılmayıblar. Məsələn, deyək. Amma elə o sənəndəşləşini, elə Kürdistan Demokrat Partisi öz yançılarını sövq verir ki, gedin Sulduzda rəy verin, gedin Urmiyədə rəy verin, Salmasda rəy verin, Xoyda rəy verin. Bunların hamısı da daşa dəydi hədəfləri, amma Sulduzda Kürt millətçilər, Azərbaycanlılar, türklər təhrim elədilər və təhrim eləməklərinin də səbəbi buydu ki, milli kandidat yoxdur deyə nə oldu? Meydan onlara açıq oldu. Və rejim də bundan faydalandı. Dedi ki, indi ki, Türklər qatılmırlar, mən də Türklərdən belə intiqam alaram. Sonuç indi ortalıqda budur ki, 31 min neçə rəylə, yəni birinci rəyi toplayan Kürddür. İkincisi 18 min rəy toplayan gene də Kürddür, yəni ki, eli 48 min. 49 min. Yaşıt, yəni tam Sulduzun əhalisinin hamısının oyu bu qədərdir, 50 mindir. Amma bunlar 96 min dənə rəy oxuyublar. Təəccüblü deyilmi bu? Əlbəttə ki, təəccüblüdür. Çox sağ olun, sənədimlər, buyurun, mikrofon sizdədir. Müsaade eləsəz ayrılacağım. Dostumuz Mərifət bəy bir seri bilgilər verdi. Məndə olan bilgilər Urmiyənin məşmul, yəni səs verməyə məşmul olan sizin dediyiniz 800 min deyil. Ondan aşağıdır. Sulduzun da məndə olan bilgi 50 min civarındadır. Düzdür, Sulduzda Türk kandidatlar rəylərini toplayanda təxminən 46-47 min
o 10 dənə Türk, 9 dənə Türk kandidinə rəy verilibdir. Ki bunların yəni toplumu 46-47 min eli. Sulduzda yəni elə nümayəndə vardı ki, heç 1000 dənə də rəy gətirməyibdir. 1000 dənənin aşağında 830 dənə, 850 dənə, 600 dənə rəy gətirən nümayəndə vardı. Hər halda məsələ buradadır ki, o qatqıdan birincisi çox göstərilibdir. İkincisi, Azərbaycanlılar qatılmayıblar, seçkidə qatılmayıblar, Sulduzda. Urmuda, məsələn, Qazipur ən çox səsi gətiribdir. Təxminən 200 minə yaxın, 192 min küsür rəy gətiribdir. Fəttahi ondan sonra ikincisi seçilibdir, Kürdür. Onun da ailəsi Türkdür və bu adam vilayət fərqin, yəni Xameneyinin vurğunlarındandır. Yaltağın birisidir. O da 114 min, 115 min o gətiribdir. Ondan sonrası da ki, üçüncü rəy gətirən 108-109 min gətiribdir. Cahangiridir. Sonra 104 min Baziyandır gətirib, Zakiri gətiribdir, Zakir 80 min təxminən, 79 min. Amma bunlar, yəni bunların hamısını toplasaq, hamısı o rəy verənlərə şamil olmur. Çünki dedim, hər kəs 3 dənə kandidat seçə bilərdi. Yəni bu sandığa gedənlərin, məsələ, sandıqda yazıb Qazipur, yazıb Cahanpur, yazıb Cahangiri, yazıb məsələn Baziyan, ya məsələn yazıb Fəttahi, Qazipur, Cahangir. Ona görə onların toplanışını desək, hə, o keçər, 800 min filan zad olar. Amma o deyil. Əsli Urmiyanın rəy verəcək şeyləri 800 min mənim bilgimə görə deyil. Hər halda məsələ buradadır ki, belə bir dənə səhlənkarlıq olub, belə bir faciə olub, Azərbaycanlıların iştirakının etməməsinin nəticəsində Kürdə şərait yaranıbdır və rejim hətta Azərbaycandan intiqam alsın deyə qullabı da Kürdü seçdirə bilər, çıxartıra da bilər sandıqdan. Yəni bunun rejimin ziddi Türk olduğu, anti-Türk olduğu, Azərbaycanlıya, Azərbaycan türklərinə qarşı olduğu və əsasən bunu mən əvvəl söhbətimdə açıqladım ki, rejim burada neçə hədəf aparır. Birinci budur ki, bu işi ilə Azərbaycandan intiqam alır, ikinci tərəfdən Azərbaycanlıları yanında saxlamağa zorlayır. Ki, bəs yanımda olmasa, siz gəlməsəz, siz mənə rəy verməsəz, mən də buradan Kürdü çıxararım və buranı Kürdistan eləyərəm. Məndən olursa, səndən də olsun. Yəni. Türkistan bəyin sözlərinə gəldikdə, bilirsiniz, 80 il, 80 il assimilə nəticəsində Azərbaycan türkləri türksüzləşdirilmişlərdir. Yəni, indi əlbəttə vəziyyət dəyişibdir. Onlar kendilərinin özlərini türk bilmirdilər, Azəri bilirdilər, İranlı bilirdilər. İranlı olduğunda da, yəni hər hansı bir İranlıya topraq satımı da bir sorun değildi. Satırdı, buradan Kürdə gedirdi, Tehranda yer alır, torpaq alırdı özünə. Ancaq bu son 20 ilin içində demək, o milli hərəkətin güclənməsi, milli şuurun artması bunu böyük ölçüdə əngəlləyibdir. Kürdlər gəlirdi pulla, demək, qaçaq malçılıqdan, başqa dövlətlərin yardımı ilə, İranın krediti ilə, verdiyi pulla
gəlirdilər, məsələ, evin qiyməti deyək ki, 150 milyonudur, 180 milyon verirdi. O tərəf də faydasına görə, mənfəətinə görə satırdı. Çünki beyin olaraq o İranlı idi. Beyin olaraq o Azəri idi. Yəni, Azəri dediyimizdə də Pəhləvidən dönmə, Farsdan dönmə, yəni sizin Azəri işlətdiyiniz ifadədə deyil, anlamda deyil. İranda Azəri anlamı budur ki, yəni sən türk deyilsin. Sən Fars, Pəhləvi sülaləsindən, Pəhləvi demək soyundan, yəni Farslardan ayrılmış və dilin sonralar, yəni bu son zamanlarda türkləşmişdir deyə anlatıldılar. Və ona görə bu Azəri düşüncəsi, yəni İranlı kimliyi altında təbiidir ki, demək, o etnik ya milli məsələlər o qədər bilgisi olmadığı üçün toprağını elə Farsa da sata bilirdi, Kürdə də sata bilirdi və gedib Farsıstandan da alırdı, başqa yerdən də alırdı. Yəni, ümumiyyətlə Tehrana tərəf köçürdülər. Və eyni zamanda rejimin məqsəd yönlü olaraq Azərbaycanda iqtisadi təzyiqlər nəticəsində Azərbaycanlıları köçməyə, yəni orada həyatı zor duruma saldığı üçün, yaşantını çətinləşdirdiyi üçün, işsizlik yaratdığı üçün, sünni, məsnun formada işsizlik yaratdığı üçün Azərbaycanlı da iş dalısıca məcbur Kermana, İsfahana, Tehrana getməli idi. Və buraxırdı, yerini satırdı, gedirdi Tehrana. Bu tərəfdən Kürd təbii ki, dağlarda dedi ki, əkin olmur, fabrika olmur, yaşantı zordur, əşirəti yaşayışdadır. Oradan təbii ki, Urmiyəni ən uyğun görürdü və başqa tərəfdən Kürd siyasi təşkilatlarının və liderlərinin ümumiyyətlə Kürd təfəkkürünün Böyük Kürdistan yaratması və Urmiyəni Kürdistan iddiası olduğu üçün bu tərəfə sövq verirdi. Orada da kütləri yönləndirirlər Azərbaycana. Baxın, məsələ, Səddamın devrildiyindən sonra biz belə bir dənə şey qoyduq ki, indi Barzani kütləri ki, Səddam dövründə qaçıb gəlmişlər, yerləşmişlər Qərbi Azərbaycana, Urmiyə və ətrafına, indi Arağa dönməlidirlər. Öz torpaqlarda, yəni Araq indi Səddam yoxdur ki, çıxsınlar, geçsinlər də. Amma heç birisi getmədi və gedəməzdi. Yəni gedərsə, orada İttihadiyyə Mehaniya, Kürdistan Demokrat Partisi gülləliyər onları. Yəni onların bir dənə fişar əhrimi var. O fişar əhrimi ilə nə edir? Ora dönmək istəyən hər kəsi öldürür. Sənin dönməyə haqqın yoxdur. Bugün Azərbaycanda olan, yəni Azərbaycana yerləşdirilmiş bir Kürd, əgər Azərbaycandan çıxsa, getsə sənəndəcə, kəsin onu öldürərlər. Əgər oradan çıxsa, getsə, Süleymaniyədə yaşasın, kəsin öldürərlər. Ki, başqalarına dərs olsun ki, göndərdiyimiz yerlərdən, aldığımız torpaqlardan geri gəlməsinlər. Amma bizim belə bir mekanizmimiz, belə bir sistemimiz yoxdur. Və üstəlik milli şuur da yox idi. Yəni o İranlılıq və İran 80 ilin içində əritmə, əsimilə siyasətinin nəticəsində milli kimliyindən uzaqlaşmış fərd təbii ki, rahatcasına toprağını, evini satırdı. O, ona fərq eləmirdi. Kürdə satsın, Erməniyə satsın, Asuriyə satsın, Farsa satsın ya Türkçə satsın, hansı qəşəng qiymət versəydi ona satırdı. Çünki o özünü İranlı bilirdi. Çünki o beyin olaraq İranlılaşmışdı. Beyin olaraq türksüzləşdirilmişdir. O daha Türk değildi. Amma indi vəziyyət dəyişibdir. Yəni son 20 ildə Azərbaycan milli hərəkatı gücləndiyi ərəfələrdə milli şuur get-gedə, özəlliklə də
gəncliyimizdə özünü tapmışdı, öz yerini tapmışdı ve bugün bir tane Türk istese toprağını Kürdə satsın, hatta onda milli şuur olmasa da dövrədən təzyiqlər onun üzerine o kadar olur ki o mecbur ondan vazgeçir. Daha bugün Kürdə torpağını satmır. Ama o dövrlerde, o geçmişte bunlar çok oldu ve maalesef o beyin olarak özündən biganələşdiyi üçün, özgələşdiyi üçün, yabancılaşdığı üçün rahatçasına bunu edə bilirdi, olurdu. Ama indi elə deyil, dəyişməkdədir. İranda, İran Türk toprağı, tarixən Türk toprağı olubdur. İran diye bir şey yoktur. İran siyasi bir coğrafyadır. Zorakılıqla qurulmuş bir coğrafyadır. Ama bu coğrafya təbii olarak Türk təbiətidir, Türk coğrafiyasıdır, Türk məmləkətidir, Türk ölkəsidir, Türk mədəniyyətinin başlandığı demək və Sümerlərin, İlamların demək imparatorluğunun yəni ilk başlanğıçdan mədəniyyətin başlanğıcından burada Türklər yaşayıblar. Ama indi onun belli ölçüləri tamamilə türksüzləşdirilibdir. Fars yerləşibdir, Bəluç yerləşibdir, Ərəb yerləşibdir, Kürd yerləşibdir və s. Ona görə 35 milyon Türk madam ki kimliyini, madam ki mübarizə və savaş mücadilə zərurətini bilmədiysə 35 milyon olmasın, olsun 200 milyon. Ona o başqaları hükümət eləyir. Kimliyini tanımadığı üçün bu günə düşübdür. İndi ama qalxıbdır Azərbaycan milləti, indi ayaqdadır. Deyir ki, Azərbaycan bizimdir, Əfqanistan sizindir. Farslara deyir ki, çıxın gedin Əfqanistana. İndi daha deyir Təbriz, Bakı, Ankara, biz hara, Farslar hara. İndi deyir Fars, Kürd, Erməni, Azərbaycan düşməni və ya Fars, Rus, Erməni, Azərbaycan düşməni. İndi bunları fərq edibdir, bunların farkındadır, bunları anlayıb, başa düşübdür. Ama dediyim kimi əsas səbəbi 80 il asimilasyonun sonucunda, eritmenin sonucunda özündən yabancılaşmış, özgələşmiş olduğu üçün o daha Kürdlə Türkün ya Farsın ya Ərəbin, Bəluçun bir farkını bilmirdi. Özünü İranlı bilirdi. Kürdlərin ümumiyyətdə Azərbaycana yerləşimləri genel olarak çoxunluqda Malla Mustafa Barzani'nin yenilgisindən sonra oldu. Ki bunları da Şah, Məhəmməd Rza Şah bilərəkdən gətirdi. Bunları harada yerləşdirdi? Urmiyada yerləşdirdi. Urmiyada və o dövrdən Barzani demək bir gün Urmiyada meyxanaya gedir ve görmədiyi, İraqda görmədiyi, həyatında yaşamadığı gözəlliyi görür ve asayişi, əyləncəni görür ve orada sarhoş olur. Sarhoş olanda çıxanda orada dostlarına deyir ki, bura nə yaxşı olardı ki, Kürdistanın payitaxtı olsun. Çünkü en gözəl şəhər görmüşdü. Yani o zamana kadar gözəl bir yer görməmişdi. Ve ondan bu tərəfə bunların siyasəti başladı Kürdləri Urmiyada yerləşdirməyə. O dövrdə Kürdlər Urmiyada utanardılar eşiyə çıxsınlar. Yəni Kürd paltarında yeriyəndə xiyabanda uşaqlar hordu-horduya götürərlər. Çünki görməmişdilər ki Kürd axı. Bunlar da Araqdan gəlmə Kürdlər, Kürd paltarı ilə yeriyərlər. Uşaqlar düşərlər bunların da asır ki, acayip bir şey gəlir. Belə bir ki, filmə baxırlar. Bir tamaşa, bir mesela tiyatrodur, nədir? Daha sonra yavaş yavaş rejim bir tərəfdən, hakimiyyət bir tərəfdən bunlara kömək elədi və siyasi partiyaları da dediyim kimi məqsəd yönlü olaraq adamlarını buralara yerləşdirərək, məsələn Cumhur İslamı, İran İslam rejimi PKK'ya Urmu'da böyük baza yarattı. Onlara xəstəxana düzəltdi, onlara demək oturmaq üçün yerlər verdi, onlara eğitim görmək üçün şəraitlər düzəltdi,
böyük imkanlar yaratdı onlara. Qəsdən də buna Azərbaycan dillədi. Çünki İranın işinə gəlir ki, Azərbaycanın batısını və Türkiyənin doğusunu kürdləşdirsin. Bu, demək, Türkiyə ilə İranın arasında, Azərbaycanın arasında bir dənə buffer zone yaradır. Yəni, orada İrana bir dənə əmniyyəti zona yaranır. Çünki burada daha Türkiyə Kürdünlə üzbəüzdür və Azərbaycan da Türkiyə ilə ilişkisi kəsilibdir. Demək, Azərbaycanın başına istədiyini gətirər, istədiyi kimi əsimilə eləyə bilər, əridə bilər, yox eləyə bilər. Bu, şah dövründən başlanan siyasətdir ki, Cumhur İslamı da bunu nə edir? Devam etdiribdir bu günə qədər. Amma mənim bilgilərimə əsasən, özəlliklə də bu 2006-cı qiyamdan bu tərəfə hər hansı bir türk mülkünü satanda, Kürdə satanda ətrafların, millətçilərin, elə qonşularının, qohumlarının, tanıdıqlarının, əhbablarının etirazına rastlaşır və bu çox böyük ölçüdə azalmışdır. Bitmişdir deyil, amma azalmışdır. Amma o kütlər oradan çıxıb öz torpaqlarına getmək istəsələr də, Kürd təşkilatları terror nəticəsində, zor nəticəsində buna əngəl olmaqdadırlar və o yüzden də heç birisi dönüb gedə bilməklər. Amma bizim Türklər, məsələ, üç nəviyə, məsələn, xanadan nəniblər, bunları, demək, Kürtlər qovandan sonra heç birisi geri dönmədi. Heç birisi, demək, oradan geri dönmədi. Amma bir dənə Kürdü kəndindən indi çıxarsaz, heç bir Kürd yer verməz ona. Onu silahlandırarlar, ayrı da şansı da yoxdur. Deyirlər ki, ceb toprağını alacaqsan, gedib evən sahib çıxacaqsan. Bu tərəfə dönsən, onlar vuracaqlar, o birisi tərəfə də getsən, indi savaşdı da, bəlkə qazana bildin, ala bildin. Amma bizdə belə bir şey olmuyubdur. Bizdə hətta Kürd də qaçıb gəlibdi, erməni də qaçıb gəlibdi. Ermənilər 1915-də Türkiyədə işlədiyi cinayətlərin ücbatından Rus ordusu çıxanda qaçmaq zorunda qaldılar. Və 1917-də gəldilər Azərbaycana, Güney Azərbaycana gəldilər. 60 min attını Azərbaycanlı qucaq açdı, yer verdi. Yerləşdilər həmən. Ondan belə bir həftə çəkmədi, Urmiyanı tamamilə xəli silah elədilər və Urmiyada başladılar qətliamı. Geçdilər Salmasa, geçdilər Xoya, geçdilər Makiya, geçdilər bu tərəfdən kəsə-kəsə getdilər. Yəni ki, biz tüylər olaraq hər kəsə qucaq açmışıq və hamısının da ziyanını çəkmişik. Bizim adamlarımız qaçıb gəlib, indi Qarabağdan gələnləri, qaçqınları Azərbaycan dövləti bunlara şəhər düzəldir, yerləşdirir. Ona şəhər düzəltməyəcəksən, onun əlinə silah verəcəksən, deyəcəksən ki, gedib alacaqsan bu torpağı. Onu silahlandıracaqsan və mekanizə eləyəcəksən, tərbiyyət eləyəcəksən, rəhbərlik eləyəcəksən, herifeyi savaşçıları onun önünə dikəcəksən, savaşacaq toprağını alacaq. Gətirərsən, Bakıda yerləşdirərsən, apartman bina verərsən, rahat yaşayış təmin edərsən, o ömründə daha Qarabağa dönməz. Erməninin də istədiyi budur. Kürdün də istədiyi budur. Kürdlər Sulduza hücum eləyəndə 1980-də kətləri yandırdılar. Əkinçiləri tarlada, getdilər tarlalarda, biz dəz deyərik. Məsələn, biçibdir buğdadan, arpadan, nədən yığıbdır bir yerə, onların altına getdilər, narincək qoyurdular, min qoyurdular. Bu əkinçi gedirdi, məsələn, öz məhsulunu toplasın, onu toplayanda patlayırdı, ölürdü. Və o məcbur oldu, qoysun, qaçsın. Və ya şəhərləri yıxdılar, yandırdılar, uşaqları öldürdülər ki, ailələr canlarını götürdü, qaçdı. Heç birisi də geri dönmədilər.
Bizim bədbəxtçılığımız budur. Ona görə onlar türkləşdirdi. O topraklar satılmadı onlara. Onlara heç birisini, heç kəs toprağını onlara satmadı. Yəni pul qarşılığında. Sadəcə bu cinayətlərin nəticəsində necə ki, məsələn, Xocalıda nə faciə üz verdi, elə faciələr gətirdilər bizim başımıza. Amma bunu elə bir sistem hakim idi ki, bunu nə bizə eşitdirdilər, nə dünyaya eşitdirdilər, nə də qabağını aldılar. Çünki o sistemin də işinə gəlirdi. Ki, belə bir dənə siyasət yerisin məntəqədə, türklərin ilişkisi kəsilsin. Bu, maalesef Avrupa'nın da işine gelirdi. Maalesef Amerika'nın da işine gelirdi. Çünkü Türkler demek parçalandıkça o demek Türkiye zayıf duruma düşer. Türkiye'ni kontrol eləmək olar. Türkiye'ye Kürt sorunu yaratmak olar. Ama Türkler birbirine yapıştıkça güçlenecekler. Türk dünyası kurulabilir ve başka bir süper güc gelebilir ortalığa. Ona göre Azerbaycan'ın genelde Qərbi Azerbaycan'ın topraklarının bugün Kürt sakinliği ilə dolması silah gücü ilə olubdu. Baskı gücü ilə olubdu. Abdülhamid zamanından başlayıbdı. Onun oğlu devam ettiribdi. Onun ardından Barzanilərin axınıdır. Onun ardından gene de axınlar devam etməkdədir. Və hələ də ki devam edir. Biz görürük məsələn Kürdistan Demokrat Partisi İnqilabdan sonra Sənəndəşdə əyləm keçirtməyir, Urmiyədə əyləm keçirtməyə çalışır, qalxır. Yəni, məqsəddir. Onların hədəfi vardır. Çünki Barzaninin dediği Urmiyə keşif Kürdistanın paytaxtı olardı, onu gerçəkləşdirməyə çalışırlar. Amma daha bu saatdan sonra bunu bacara bilməyəcəklər. Çünki millətimiz özünə gəlibdir, özünə dönübdür, milli şuur indi yüksək vəziyyətdədir. Bozqurtlarımız hər an, hər hansı bir dənə xətəri dəf eləməyə hazır vəziyyətdədirlər və demək, bütün Azərbaycan torpaqlarını azad eləyəcək və bütün Türk torpaqlarını birləşdirəcək və Türk birliyini bütöv Azərbaycanı yaradaraq Güney Azərbaycan dövlətçiliyindən sonra ilk addımımız bütöv Azərbaycandır. Bütöv Azərbaycanı yaratdıqdan sonra Türk birliyinə doğru bu gəncliyimizin, bozqurtlarımızın çabası ilə, iradəsi ilə, əzmi ilə gedəcək və bütün manələri də aşacaq. Gələcək Türkündür, gələcək bizimdir və bunda heç bir kuşkunuz olmasın. Daha kimsə millətimizi yuxuya verə bilməz, kimsə toprağımızı talan eləyə bilməz. Çox sağ olun bəylər, bayanlar, hamınıza təşəkkür edirəm. Bir daha da Türk bayramı, Novruzu, Ergenekon bayramını, Bahar bayramını hamınıza təbrik edirəm. Bunu bugün Türkiyədə Kürtlər özlərindən çıxmaq, mənimsəməyə çalışırlar. Bilirsiniz ki, adətlər, ənənələr ümumiyyətdə dövlətçilik nəticəsində başqa yerlərə daşınır. Kürtlərin tarixdə dövləti olmayıbdır, imperatorluqları olmayıbdır, məmləkətləri olmayıbdır. Demək, Türklərin amma imperatorluqları uzun-uzun, 1000 illər boyu imperatorluqları olduqları üçün bütün adətlərini o imperatorluqları içində yaşayan millətlərə də daşıyıblar. Bugün görürük ki, Hindistandan tutdu, ta yəni Asiyadan, Doğu Türkistandan başlayıbdır, getcinin güneydə Hindistana qədər və bu tərəfdən də gəlcinin ta demək Balkanlara qədər Novruz keçirilir, tutulur. Özəlliklə də 7 Türk dövlətinin, 6 Türk dövlətinin rəsmi bayramıdır və bizim bu bayramımızı, Novruzu Kürtlər Türkiyədə mediaya yanlış bilgi verərək mənimsəməkdədirlər və Türk mediası da belə yansıtmaqdadır maalesef. Ki, güya ki Novruz Kürt bayramıdır. Novruz əslində Farsçaya çevrilmiş, yəni Türk adından Farsçaya çevrilmiş Türk bayramıdır. Türk demək Sümerlərdən, İlamlardan və Türk imperatorlarından qalmış bir bayramdır və bizim bayramımızdır. Bu bayramı da bütün Türklərə, özəlliklə də Azərbaycan Türklərinə bəri başdan təbrik edirəm. İnşallah ki, yeni
ilimiz yeni uğurlar getirsin ve arzu edirik ki, gün olsun ki bayramımızı öz bağımsız, azad Azərbaycanımızda geçirdək. Qürbətdə, savaş mücadeləsində deyil, bəlkə öz azad və bağımsız Azərbaycanımızda rifah içində, asayiş içində, barış içində, sülh içində, ailəmizlə, dostlarımızla, millətimizlə birlikdə belə layiqicə əyləncə geçirdi. Siz baxın, məsələ, Qazaxıstanda bir həftə dövlətin hesabına bir həftə şəhərdə əyləncə keçirilir, bayram keçirilir. Azərbaycanda bir həftə şəhərdə konsertlər, eylemlər keçirilir. Demək, Üzbəkistanda, Qırğızistanda, Türkmenistanda, hamısında. Mən 93-cü ildə Qazaxıstanda Novruz bayramında geçirəndə, Novruz bayramında oradaydım. Çox gözəl, yəni çadırlar əski Türk modelində yurtlar qurulur şəhərdə. Belə dövlət səviyyəsində havai hətta manovrular, yəni helikopterlərdən pilotlar gəlir, endirilir, uçaqlar manovru verir, müzisyenlər bir tərəfdən çaldırır, teatrçılar bir tərəfdən teatrını verməkdədir, yeməklər bol-bol tökülübdür bu demək yurtlarda, istəyən hansından xoşlanırsa girir, orada servis edənlər vardır, oturursan adəti ilə, nənəsi ilə. Yəni bizim bayramımızdır. Gün olsun ki, bunu azad Azərbaycanımızda, bağımsız Azərbaycanımızda eyni dəbdəbə şəbşəmə ata-babalarımızdan qalmış, nəsillərimizdən gəlmiş bayramımızı olduğu kimin azadcasına keçirdək və daha vətən həsrəti olmasın. Bununla da mən bütün dostlar, bəyanlar, bəylər, hamınıza yeni ili Novruz bayramını təbrik edirəm və sizdən ayrılıram. Sağ olun, var olun.